3 penisi olduğu öləndən sonra bilindi. Elmdə Triphala adlanan nadir görünən hal haqqında Journal of Medical Case Reports jurnalında məqalə dərc edilib. 78 yaşlı Birmingham Universitetinin tələbələri 78 yaşlı insanda 3 penis olduğunu mərhumun göstəricilərini araşdırdığı zaman təsadüfən aşkarlayıb. Adam özü isə ölənə qədər 3 cinsi orqanı olduğunu bilməyib. 15 yaşlı oğlanın dişləri əyridiyə əməliyyata gedib. Məlum olub ki, ağzında 14 əlavə diş var. 2 saat çəkən əməliyyatda onun bütün artıq 14 dişi çıxarılıb. Hər gün belə maraqlı xəbərlər izləmək istəyirsinizsə, bu videonu bəyənin, abunə olun, daim bizi izləyin. Ayaqyalın gəzmə deməyin. Övladlarınıza uşaq vaxtı damaşnik geyin, tapçıqa geyin, çəkələk geyin deməyin. Çünki ayaqyalın gəzmək uşaqların əzələlərini bərkidir, onların dabanlarını möhkəm edir və qan dövranını yaxşılaşdırır. İmkan verin uşaqlar ayaqyalın gəzsin, sağlam olsun, immunitetləri də güclənsin. Bu barədə Rusiyalı həkim öz TikTok səhifəsində qışqıra elan edir. Qrip əleyhinə universal vaksin hazırlanır. Rusiyanın Sirus laboratoriyasının alimləri iddia edirlər ki, bu peyvəndi vurdurana heç bir virus yaxın düşə bilməyəcək. Ümumiyyətlə, peyvəndlərə münasibətiniz necədir? Bu barədə şərhdə mütləq yazın. Sağlam xülasə. Qismət.